Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu günləri belə bir maraqlı loqaritmik bərabərsizlik ilə sizi tanış edəcəm. Yəni bunun həllinin isbatını sizə verəcəm. Topluda bu tipdə olan sual var. Həmin topluda olan sual loqaritmanın üstü funksiyalardan sonraki bölümünə aiddir. Mesela orada belə bir sual var. Loqaritma 4 əsasdan 5, bir də ki loqaritma 5 əsasdan 6. Bunun müqayisəsini istəyir. Burada 4'ten 5, 5'ten 6'dan böyükdür. İndi bunun niyə böyük olduğunu ümumi formada burada ispat edəcəm. Eyni qaydadan məsələn loqaritma 6'dan 7 böyükdür, loqaritma 7'dən 8'dən və s. Deməli, burada əvvəlcə loqaritma n əsasdan n plus 1'i yazıram. Loqaritma n əsasdan n plus 1'i belə yazıram. N plus 1 bölünsün n vurulsun n. Bu formada yaza bilərəm. Bu da bərabərdir. Deməli, vurma olanda loqaritmaların toplanması qaydasından istifadə edəcəm. Olacaq loqaritma n əsasdan n üstəgəl loqaritma n əsasdan n plus 1 bölünsün n. Bu da bərabərdir. Loqaritma n-dən n 1 eləyir. Bunu da hədd-bəd bölsəm, yəni bu formada bunu da belə yaza bilərəm. Loqaritma deməli n əsasdan 1 plus 1 böl n. Eyni qayda ilə loqaritma n plus 1 əsasdan n plus 2'ni də yazıram bu formada. Loqaritma n plus 1 əsasdan, deməli n plus 2'ni yazıram. N plus 2 bölünsün n plus 1 vurulsun n plus 1. Formada yazmaq olar. Bu da bərabərdir. Yenə vurma olan toplamı olur. Bunu yaza bilərəm. Loqaritma n plus 1 əsasdan n plus 1 üstə gəlinsin. Loqaritma n plus 1 əsasdan deməli n plus 2 bölünsün n plus 1. Bu da bərabərdir. Yenə bu 1 eləyir. Deməli 1 üstə gəl. Bunu da hədd-bəd bölsəm, loqaritma n plus 1. n plus 2'ni ayırsam, n plus 1 plus 1 kimi yazsam, sonra hədd-bəd n plus 1'ə bölsəm, alınır burada 1 üstə gəlinsin, 1 bölünsün n plus 1. İndi biz deməli bu iki ifadəni müqayisə etməliyik. Bunu bir də ki bunu. Deməli, burada görürük ki, 2 dənə toplanan var. Toplananlardan hər ikisi 1 var burada. Birlərin üstünə xətt çəkirəm. Yəni, mən bu ifadə ilə bunu müqayisə edə bilsəm, elə bərabərsizlik isbatlamış olacağım. İndi mən loqaritma n əsasdan 1 plus 1 böl n-i belə deyək, üzərində dəyişikliklər aparacağım. Gəlib, loqaritma n plus 1 əsasdan 1 üstə gəlinsin, 1 bölünsün n plus 1 alacağım. Loqaritma n əsasdan 1 üstə gəlinsin, 1 bölünsün n. Əsasın üstünə 1 gəlsəm, yəqin ki, razılaşarıq ki, loqaritma n plus 1, loqaritmik daxili ifadəni burada olduğu kimi saxlamışam. Deməli, burada loqaritmik daxili ifadə eyni olduqda, loqaritmanın əsasını artıranda qiymət kiçilir. Məsələn, belə bir nümunə deyim. Loqaritma 2'dən 8. Loqaritmanın əsası bu 2'ni bir vahid artırağına alınır, bir vahid artırağına alınır. Loqaritma 3'dən 8. Görünür ki, qiymət nə oldu? Azaldı. Yəni, loqaritmik daxili ifadəni olduğu kimi saxlayanda, loqaritmanın əsasını artıranda, loqaritmanın qiyməti kiçilir. Tamam, bunun bundan böyük olduğunu bildik. İndi əsası olduğu kimi saxlayacağım. Biraz əvvəl dedim ki, mən bu ifadədən buna keçid etmək istəyirəm. Bu da böyükdür. İndi əsası olduğu kimi saxlayacağım. N plus 1. Loqaritmik daxili ifadəni kiçildəcəm. Necə? Bunu yazacağım. 1 plus 1 bölünsün n plus 1. Deməli, burada görünür ki, əsaslar eynidir. Əsaslar eynidirsə, loqaritmik daxili ifadə hansında böyüksə, həmin loqaritma böyük olur. Burada 1 üstə gəlsin 1 bölünsün n, 1 üstə gəlsin 1 bölünsün n plus 1'dən böyükdür. Çünki birlər eynidir. 1 bölən kəsiri 1 bölünsün n plus 1 kəsirindən böyükdür. Vəssalam. Deməli, mən
bu ifadənin bundan böyük olduğunu isbat elədim. Bizə də lazım olan bu idi. Bərabərsizlik isbat olundu. Belə. Bu cür videoların davamlı olmasını istəyirsinizsə YouTube kanalıma və Telegram kanalıma abunə ola bilərsiniz.